Salam dəyərli yoldaşlar. Deməli, bugünkü dərsimiz küləklərdir və antisiklon və siklonlar haqqında olacaq. Ümumiyyətlə küləklər nədir? Küləklər deməli açıq havada, şəffaf rəngdə olan, müxtəlif təzyiq fərqlərindən yaranan, üfüqi və şaquli hərəkət edən bir ümumiyyətlə hava yığınıdır, hava boşluğudur, havadır. Ümumiyyətlə küləklərin 3 növü var. Gündəlik, sonra yəni sutkalıq belə deyək, mövsümü, bir də ki, daimi küləklər var. Sutkalıq küləklər özlərində 2 yerə bölünür. Brizlər var, bir də dağ-dərə küləkləri var. Brizlər necə bir küləklərdir? Brizlər gündüz brizi var, bir gecə brizi var. Bu əsasən dənizlə torpaq arasında təzyiq fərqlərindən yaranır. Gündüz brizi necə olur? Gündüz vaxtı torpaq tez qızdığından burada alçaq təzyiq yaranır və belə deyək, isti havada həmişə alçaq təzyiq olur da. Bəs dəniz niyə görə yüksək təzyiq yaranır? Çünki dəniz, yadınızda saxlayın, su gec qızır, gecdə soyuyur. Bu da gündüz vaxtı su gec qızdığından, dəniz suyu gec qızdığından burada soyuq hava formalaşır, yüksək təzyiq olur. Ona görə yüksək təzyiqdən alçaq təzyiqə doğru küləklər əsir. Məsələn, səhər-səhər dənizə, yəni gündüz vaxtı dənizə gedəndə görürsən ki, dənizdən torpağa doğru külək əsir. Sonra bəs gecə brizi nədir? Gecə brizi isə əksinədir. Gecə hava soyuyur, tez soyuduğundan, hava soyuyandan sonra, yəni günəş batdığından sonra torpaq quru daha çox tez soyuyur. Nəticədə burada soyuq olanda yüksək təzyiq olur. Dəniz isə o gündüz vaxtı qızdığı istiliyi saxlayır. Ona görə burada da biraz isti hava olduğundan burada da alçaq təzyiq olur. Ona görə yüksək təzyiqdən alçaq təzyiqə doğru nə olur? Hava axınları da gecə vaxtı belə olur. Sonra dağ-dərə küləkləri nədir? Dağ-dərə küləkləri gündüz vaxtı dağların yüksək hissələrində günəş şüası daha çox düşdüyündən burada alçaq təzyiq formalaşır, isti hava, alçaq təzyiq. Dağların dibləri isə, yəni aşağı hissələrində isə günəş şüası az düşdüyündən və belə deyək də, gec burada günəş şüası düşdüyündən burada soyuq hava şəraiti formalaşır. Nəticədə burada soyuqda yüksək hava, yüksək təzyiq olur. Yüksək təzyiqdən alçaq təzyiqə doğru hava axınları nə edir? Hərəkət edir. Bu gündüz dağ-dərə küləyidir. Gecə isə əksinə, gecə vaxtı yuxarı hissələr daha çox soyuyur, aşağı hissələrdə o istilik hələ də qalmaqda olur. Ona görə yüksəkdən aşağı doğru küləklər əsir. Sonra bir də fön küləkləri var. Fön küləklər ümumiyyətlə ilin soyuq dövründə əsən küləkdir, isti küləkdir. Dağlıq ərazilərdən keçərək gəlir quru üzərində və nəticədə temperatur uzaqlaşdıqca, dənizdən uzaqlaşdıqca, rütubət uzaqlaşdıqca temperatur artır və isti külək yaranır. Bu da təsərrüfata böyük ziyandır. Mussonlar nədir? Mövsümi küləklərdir uşaqlar. Mussonlar da əsasən materiklə okeanın təzyiq fərqlərindən formalaşır. Necə ki, yəni yay vaxtı materik çox qızdığından burada alçaq təzyiq formalaşır və su səthi gec qızdığından burada da yüksək təzyiq olur. Ona görə yay ayları belə deyək, hava kütlələri okeandan materikə doğru əsir. Fikir verirsiniz, burada da istiqamət göstərilib. Okeandan materikə doğru əsir. Nəticədə burada çoxlu dəniz üzərindən, okean üzərindən bura nə gətirir? Bulud gətirir, yağıntı gətirir və bu ərazilərdə cənub-şərqi, cənubi və Şimali Amerikanın cənub-şərq hissələrində daha çox özünü göstərir. Yəni yay mussonları bir sözlə daha rütubətlidir. Qışda necə olur? Qışda hava soyuq olur və nəticədə quru çox tez soyuyur. Ümumiyyətlə daima soyuq yüksək təzyiqdə olur. Okean isə öz istiliyini saxlayır qış ayları və nəticədə burada alçaq təzyiq olur. Qurudan belə deyək, okeana doğru hava kütlələri əsir. Bunda da yəni quru hava, ümumiyyətlə qış ayları, qış mussonları daha doğrusu daha çox quru hava şəraiti yaradır həmin zonalar üçün. Yay mussonları isə okeandan materikə çoxlu, bolluca yağış gətirir. Bu da olur mövsümi küləklər. Sonra daimi küləklər var. Daimi küləklər əsasən
təzyiq qurşaqları arasında və yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan küləklərdir. Bunlarda birincisi Passatdır. Passat tropik yüksək təzyiqdən ekvatorial alçaq təzyiqə doğru meyl edir. Burada yüksək təzyiqdən alçaq təzyiqə təbii ki və şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə doğru, cənub yarımkürəsində isə cənub-şərqdən şimal-qərbə doğru belə deyək, meyl edir və bilin ki, bu cəryanlar, daimi küləklər Koriolis qüvvəsi var. Şimal yarımkürəsində belə deyək, sağa, cənub yarımkürəsində isə sola meyl edirlər. Bunlar da olur passatlar. Passatlar həmişə materiklərin şərq hissələrinə bolluca yağıntı gətirir. Okean üzərindən keçdiyi üçün burada bolluca yağıntı formalaşdırır və iqliminə təsir edir. Qərb küləkləri gəlir. Qərb küləkləri də yenə tropik yüksək təzyiqdən mülayim alçaq təzyiqlərə doğru əsən küləklərdir. Bunlar da əsasən belə deyək, şimal yarımkürəsində cənub-qərbdən şimal-şərqə, cənub yarımkürəsində şimal-qərbdən cənub-şərq istiqamətə əsən küləklərdir. Bunlar da əsasən Avropaya, bu materiklərin qərb hissələrinə çoxlu yağıntı hava şəraiti gətirir, mülayim hava şəraiti gətirir, yağıntılı dövrü çox olur. Yəni bu da yağıntının yağmasına böyük təsir edir. Bu da qərb küləkləridir. Qərb küləkləri də orta enliklərə daha çox təsir edir. Passatlar ekvatorial boyu ərazilər, qütb küləkləri isə deməli şimal-şərq və cənub-şərq adlanır. Şimal-şərqdə qütb yüksək təzyiqdən mülayim alçaq, cənub qütb yüksək təzyiqdən cənub mülayim alçaq təzyiqə doğru əsirlər. Bunların adları var. Məsələn, şimal-şərqdən gələn şimal-şərq küləkləridir. Cənub-şərqdən gələn isə cənub-şərq küləkləri adlanır. Burada daima bu daxil olur, qışda daha çox daxil olur və burada mülayimə doğru əsirlər. Bu küləklərin əsas xüsusiyyəti soyuq hava şəraiti yaratmalarıdır. Bir də sinklonlar və antisinklonlar var. Gəlin bunlar haqqında məlumat verim. Sinklonlar və antisiklonlar ümumiyyətlə burada gördüyümüz kimi əgər mərkəzində alçaq təzyiq varsa, kənarları yüksəkdirsə bu sinklonlardır. Yadınızda saxlayın. Sinklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində fırlanır. Yəni bu istiqamətdə fırlanır. Cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində fırlanır. Bunu bilin. Antisiklonlar şimal yarımkürəsində saat əqrəbinin istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətdə fırlanırlar. Bunları bilin və bunların xüsusiyyəti necədir? Deməli, sinklonlarda kənarlardan hava gətirib daxilə doğru, mərkəzə doğru hava axını olduğundan burada, yəni kənarda yüksək təzyiq olur, mərkəzdə alçaq və yüksəkdən alçağa hava kütlələri özü ilə yağıntı gətirir və burada daima yağıntılı baş verir. Ümumiyyətlə sinklonlar yağıntı, rütubət yaradan qapalı belə deyək, hava belə deyək, dövranıdır. Yəni bunlar qapalıdırlar və bu sinklonlar özü də rütubətlidir. Hava gətirir özləri ilə. Antisiklonlarda necədir? Mərkəzdə yüksək təzyiqdir, kənarlarda alçaqdır. Mərkəzdə sakit hava olur. Kənarlara doğru isə küləklər əsasən kənara doğru bu havanı aparır və bu mərkəzi hissələr əsasən quraq olur. Ona görə yadınızda saxlayın, sinklonlar rütubətli hava şəraiti yaradır, antisiklonlar isə quraq hava şəraiti yaradır. Çünki mərkəzi yüksəkdir, şəlakətlidir, qurudur, ancaq kənarlara doğru küləklər o istiqamətdə, yəni alçaq təzyiq istiqamətində hərəkət edir. Demə, bir də təkrarlayım, sinklonlar şimal yarımkürəsində saat əqrəbinin əksi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində, antisiklonlar şimal yarımkürəsində saat əqrəbi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbinin əksi istiqamətində dövr edirlər. Bu da bizim sinklonlar və antisiklonlar dərsidir. Bu günlük dərsimiz bu qədər.